Salam əziz izləyicilər. Deməli, belə bir məsələ verilib. Şərtini yerləşdirəcəm burada. Deyir ki, yer səthindən 30 metr böl saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış 200 kq kütləli cismin kütləsi 200 qramdır, yəni 0,2 kq. Bu cismin hər hansısa bir nöqtədən yuxarı və aşağı keçmə müddətləri fərqi. Yəni, məsələn, bu nöqtədə gəlir, bu cisim buradan gəlir bu nöqtəyə. Bu nöqtədə yuxarı keçir və eyni hündürlükdə, yəni hər hansısa bir nöqtədən yuxarı və aşağı keçmə müddətləri. Həmin buna paralel olan hissədən də həm də aşağı keçmə müddətləri fərqi verib. Bu fərq 4 saniyə verir. Bu nə deməkdir? Yəni, mən bunu göstərirəm belə. Deməli, buradan gəldi və bura qədər keçdiyi müddət. Buna deyirəm mən, məsəl üçün, bir T2 müddəti. İndi, buradan, bu ikinci nöqtəyə qədər olan müddətdə, bəs buradan bura qədər keçdiyi müddət, buradan bura qədər keçdiyi müddət, buna deyirəm T1. Bu fərqi, yəni bax, buradan bu nöqtəyə, ikinci nöqtəyə qədər gəlməsinə sərf etdiyi zaman T2-dir. Bura dedək bir nöqtəsi, bir nöqtəsinə qədər gəldiyi zaman T1-dir. Bu fərqi bizə verib 4 saniyə və bizə deyir ki, bu nöqtədə onun kinetik enerjisini hesabla. Bu nöqtə və yaxud da bu nöqtədə fərq etməz. Biz bunun kinetik enerjisini hesablamaq üçün kinetik enerjinin düsturu mv²/2-dir. Kütlə məlumdur. Biz həmin bu nöqtədə, birinci nöqtədə və yaxud da ikinci nöqtədə onsuz da eyni paralel nöqtələrdə keçmə sürətləri, yəni eyni olur. Sürətini hesablayarıq, gətirib burada yerinə qoyub taparıq. Deməli, biz birinci tapaq ki, bu T2 - T1 fərqindən zamanı tapaq. Zamana uyğun da biz son sürəti tapa bilərik. Yəni, bura üçün və yaxud da bura üçün. Bax, buradan bura keçmə müddətinə T deyim. Buradan da bura düşmə müddəti, yəni buradan bura qalxma müddəti və buradan da bura qalxma düşmə müddəti T-dir. Yəni, ikisi eynidir. Yəni, bu fərq onsuz da bizə bu 2 T-ni verəcək. Bax, buradan gəldi T2-yə qədər. Düzdürmü? Buradan da T1-ə gəldiyi müddəti çıxsam, T2-dən T1-ə çıxsam, elə bu 2 T-ni verir də mənə, bax bu hissəni. Deməli, elə 2 T bizə 4-ü verir. Buradan da alıram ki, T bərabərdir 2 saniyə. Bəs bura qədər qalxma müddəti neçədir? Başlanğıc sürət var. Onda buradan cismin maksimal qalxma hündürlüyü T qalxma ilə tapırıq. V0/J. O da eləyir qalxma müddəti 3 saniyə. Və əgər mən buranı tapdım ki, T bərabərdir 2 saniyə, yəni buradan bura qalxdığı müddət 2 saniyədirsə, onda buradan bura qalxdığı müddət 1 saniyədir. Çünki ümumini biz tapdıq ki, 3 saniyədir qalxma müddəti. Bura 2-dirsə, buradan bura qalxdığı müddət olacaq 1 saniyə. Yəni T1 1 saniyədir. Mən onda bura üçün, bu bir nöqtəsi üçün son sürəti hesablaya bilərəm. Çünki son sürət V bərabərdir. V0 çıxılsın JT. Yuxarı hərəkət yavaşlayan olduğuna görə bu düsturdan hesablayırıq. V bərabərdir. V0 30-dur, çıxılsın 10 vurulsun. 1, o da eləyir 20. Gətirib kinetik enerjinin düsturunda yerinə qoyuram. Kütlə 0,2-dir. Vurulsun V-nin kvadratı 400. Bölünsün 2. O da mənə verir 40 joule.